Teşekkürler. İqtisadi Zamanın İnkişafı Agentliyi nezdində Peşə Təhsil Mərkəzinin fəaliyyətinə həsr olunmuş videoçarxı izlədik. Və növbəti musiqi nömrəsini təqdim etmək istəyirəm. Ay mənim əzizlərim. İfedir Muğam Televiziya müsabiqəsinin qalibi, Sumqayıt Musiqi Kollecinin müəllimi İsmət Sərdayeva. Və tələbələri də rəqsə dəvət edəcəyik. Bugün bayramdır. Buyurun.
iştirakçıları, bayram proqramımız, tədbirimiz davam edir. İndi isə gözəl bir nəğmə səslənəcək. İndi günah nə səndədir, nə məndə. İFD Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Sumqayıt Musiqi Kollecinin vokal şöbəsinin 1-ci kurs tələbəsi mən Elay Xasiyev. Buyurun. Heç bir günah yoxdur, gözəl bir gündür və hər birinizin bayramımıza mübarək deyirəm. Bu yeni gələn il 2026-cı il xalqımıza, elimizə, obamıza, insanlarımıza xeyirli gəlsin, uğurlu gəlsin, ruzulu, bərəkətli gəlsin. İnşallah bu 2026-cı ildə yalnız və yalnız xoş xəbərlər eşidəsiniz və davam edirik, hörmətli, dəyərli qonaqlar. İndi isə Sumqayıt Musiqi Kollecinin müəllimi Şahmuraz Quliyevin ifasında Aygün Səmədzadənin Azərbaycan anaların anası gözəl nəğmə səslənəcək. Böyük məmnuniyyətlə dəvət edir. Buyurun.
Azerbaycan gözlerimin karası, Azerbaycan hayatımın manası. Ne diyeyim ki vay olsun besbine, ey vatanım anası. Azerbaycan anaların anası, bir açsan ben de sana burada, bir bıraksan sen yardan, bilemezsen ben de her an her zaman. Azerbaycan gözlerimin karası, Azerbaycan hayatımın manası. Ne diyeyim ki vay olsun vesfine, ey vatanım anaların anası. Azerbaycan anaların anası, bir açsan ben de sana burada, bir bularsan sana yarpağım, bir nəğmə sen məndə hər an hər zaman. Orada nə möhtaç odalam, toxanı geynərəm əynimə, gün arası axıdaram könlümə, gözəlini məlhəni gələrəm, gələrəm, ey vətənim dəyər olsa könlə.
diləyirəm bu yeni gələn il 2026-cı il xalqımıza, elimizə, obamıza, insanlarımıza xeyirli gəlsin, uğurlu gəlsin, ruzulu, bərəkətli gəlsin. İnşallah bu 2026-cı ildə yalnız və yalnız xoş xəbərlər eşidəsiniz və davam edirik, hörmətli, dəyərli qonaqlar. İndi isə Sumqayıt Musiqi Kollecinin müəllimi Şahmuraz Quliyevin ifasında Aygün Səmədzadənin Azərbaycan Anaların Anası gözəl nəğmə səslənəcək. Böyük məmnuniyyətlə dəvət edir. Buyurun. Azerbaycan gözlerimin karası, Azerbaycan hayatımın manası. Ne diyeyim ki vay olsun besbine, yeterim anası. Azerbaycan anaların anası, bir açsam ben de sana burada, bir bıraksam sen yarına, bilemezsen ben de her an her zaman. Azerbaycan gözlerimin karası, Azerbaycan hayatımın manası. Ne diyeyim ki vay olsun esmine, yeterim anaların anası. Azerbaycan anaların anası, bir açsam ben de sana burada, bir bularsan sənə yarpağam, bir nəğməsən məndə hər an hər zaman. Orada nə möhtaç odalam, torpağı geynərəm əynimə, gün arası axıdaram könlümə, gözəlim əlhəm edib gələrəm, gələrəm. Ey vətənim der olsa könldə, torpağını geynərəm əynimə, gün arası axıdaram könlümə, gözəlimi məlhəm edib gələrəm, gələrəm.
sədası Şəhidlərin ölməsin nidası Azərbaycan qalibiyyət dünyası Dikilir sarsılmayan qalası Azərbaycan dağların anası Bir ağacsan məndə sənə budağam Bir budaqsan sənə yarağam Bir nəğməsən məndə hər an hər zaman O nəğməyə mühtaç budağam Topladı dünyələr məynimə Gül arası axıdaram könlümə Gözəlimi mərhəm edib gələrəm, gələrəm Ey vətənimdə olsa könlə Topladı dünyələr məynimə Gül arası axıdaram könlümə Gözəlimi mərhəm edib gələrəm, gələrəm Ey vətənimdən olsa könlə Ey vətənimdən olsa könlə Ey vətənimdən olsa könlə Azərbaycan Teşekkürler. Çok sağ olun. Şahmuraz Quliyev, yaşasın Azərbaycan, yaşasın. Elimiz, babamız, xalqımız və hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, əgər bu günləri yeni il qeyd eləmək üçün bugün cəm olmuşuqsa, buradayıqsa, demək ki, Şaxta Baba qarqısız bu iş belə deyil, əmələ gəlməz. Odur ki, kendine beraber bir yerdə Şaxta Baba ilə qarqızı çağırır. Şaxta Baba, Şaxta Can, hardasın, durmasın. Şaxta Baba, Salam aziz tələbələr, aziz müəllimlər, aziz qonaqlar. Sizi yeni il münasibətilə 31 dekabr əvvəli günü münasibətilə sizi təbrik edirəm. Tələbələrimizə gələcək ildə uğurlar, hər kəsə burada uğurlar arzu edirəm. sağ ol, ay Şaxta Baba, hoş gəlmişsən, səfalar gətirirsən. Qar qızımızda nə gətirmişsən? Mən özüm üçün şeir gətirmişəm. Buyur. Qar örtdü bağça bağları, çiçəkli güllü dağları, qışın səfalı çağları, yetişdi qəlbim oldu şən. Səfalıdır bizim vətəndə, xoş gəlib bu qış, bu qar, qışında başqa zırhı var, qar örtdü bağça bağları. Səfalıdır bizim vətəndə, xoş gəlib bu qış, bu qar, qışında başqa zırhı var, qar örtdü bağça bağları. Hə, Şaxta Baba, necəydi, bəyəndim şeiri? Bəli. Hə? Bəli, Bəs çox hədiyən almış verəcəksən. Hədiyyə şeiri idi. Hə, sən hədiyən qızın şeiri, qar qızın şeiri idi. Bəs sən öz hədiyən o olacaq. Mən deyəcək türbətül oyunlar oynayacağım. Gəl onunla belə eləyək, mən təklif edirəm ki, tələbələrimiz də buradadılar. Gəlin, gözəl bir müsahibə keçirək, maraqlı. Kim qalib olsa, hədiyəni də onlara təqdim edərik. İndi bu ildə olmasa gələn il verərik hədiyələri. Allah korusun. Odur ki, onda gəlin belə eləyək. Əgər hazırıqsa, monitorda yox, səs eşidiləcək. Səs bizim məşhur kino filmlərdəndir, yəqin köhnə filmlərimizdəndir. O filmi kim tapacaqsa, o da qalib olacaq. Bəli. Buyurun. Ne var ne yok? Katilen mükemmel yanaşıyor. Bunları tüm tersine indiren oturduğum eşimseyle vardı. O ejderha. O ejderha. Size gelen peyda olur. Ne eşraf, ne taşraf. Kim bilirsə əl qaldırsın, bilək. Ben Allah'a Yox, bu sayılmır, ona görə ki, onu sizə dedilər. Mən onu gördüm. Ona görə xahiş edirəm, heç kim deməsin. Yerdən, tələbələrdən əl qaldırsınlar və
Gəlin növbəti filmi səsləndirək. Gəl bura dostum. Bəli, düzdür. Gürültülü alkışlar. Yenə var mı? Səsləndirək onda. Şair qoşu döyəcənlirin uşaqların anası. Gəlin zəhmət olmasın. Siz gəlin. Gəlin bura görsünlər sizi ki, hədiyyənizə təqdim edəndə bilək ki, siz dağılırsınız. Özünüzü təqdim edin. Ondan sonra buyurun. Herkes salamlayıram. Bütün tələbələri və heyəti təbrik edirəm. İqtisadi Zonalar İnkişaf Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin informatika müəllimi Nərmin Hacıyeva. Bu səsləndirilən səs Bəxt Üzey filmindəndir. Bəxt üzündən. Bəli, düzdür. Dalın ilk əl qaldıranı deməli əslində. Seyirli falan. Yanlış. Onda təqdim edin xanıma. Bir Gürültülü bölüm. alkışlar. Növbəti filmi səsləndirir, amma gəlin belə deyək, ilk kim əl qaldırırsa ona təqdim edin. Səs verin. Sorun var senin. Senin yok mu? Ne olur çocuğum olsun. Sorun var çocuğum. Bizim çalışmalı. Gürültülü alkışlar. Benim olsa bakın. Derviş Halisi patladı. Gəlin onda siz bunları doğrudan neçən cavab verirsiniz. Gəlin onda bir sual da əlavə edək. Hansı aktyordur o ifa edən? İfa edən Benim hamısını bildiniz, bu da bilin. məşhur şansonumuz yadına Mirza Babayev, Mirza Babayev. Təşəkkürlər, çox sağ olun. Və onun həm aktor kimi, həm də ifaçısı Mirza Babayevdir. Buyurun, növbəti. Yaz. Aparım gözlüğüm. Bu sözü. Sen geldin. Mikrofon yapsın kaldı. Mirzə Zülfər hekayəsi əsasında çəkilmiş filmdə bu baxın. Bəli. Ki, öyrənməlisiniz. Gürültülü alkışlar. Bəli, bəli. Peki pahlava, bir de şekilli at kırtkalar. Şekil arasında çıkan kitap gruplar okular. At kırtkalar götürülür. Kitabı sırrınızda böyle olmaz. Kitabı seyreder. Həm ziyarət, həm ticarət. Doğrudur, doğrudur. Çox sağ olun. O qədər hediyə verə biləcəksən. Atı. Allah koy sayıyor. Başına diyorum abi. Aşağılık. Gelen günden alacak olmuş. Sus. Gürültülü alkışlar. Kağıdılar. Beni de bak. Kağıdılar. Beni de bak. Vallahi ben benim günahım yoktu. Ben de kareyim. Şahın fermayişi veren. Buyurun, buyurun. Yok, Birinci kaldırdı. hey. Verin zəhmət olmasa. Doğru zəmin. Bəli, bəli. Axıncı aşkını dediniz, ona görə vermişdim onu. Növbəti varsa sonuncu. Zəhmət olmasa Qaynan. Qaynan. qaynana filmindən müsib idi. Amma oğlan da qaldırmışdı. Onunla qabaq qaldırmışdı. Növbətin səsləndirək. Bununla radu'an yahzarul israflar vahadaru bihi mes'allahum allaka en teşfada Ölülər filmindən deyil. Tebrik İskəndər.
Qəm pəncərəsi. Varsa bir fragmenti təqdim edeyim. Gönül 7. kat. Zəhmət olmasa, hanım, mikrofona olan təqdim edeyim. Aşağı. Eğil. Yurtsu kız. Bəli. Təşəkkür edirik. Təşəkkür edirik. Çox sağ olun, var olun. Şaxta baba, Qarqız. Buyurun, sözünüz varsa devam edək, yoxdursa bir daha təbrik edin. Təbii ki də mən tək gəlməmişəm. Qonaqlarım da gəlir. Burada qonaqlarımızı da qarşılayırıq. Şaxta baba. Buyurun, Maşa Bekret, Mambazeri. Alqışlar da əziz tələbələr, alqışlar onları. Devam edelim. Bir oyun havası səslənsin. Tələbələrlə bərabər bax, bizim Şaxta Ovada rəqs edəcək. Tələbələrimizdən xahiş edirəm ki, utanmasınlar, çəkilməsinlər. Hər birimiz rəqs edərək olalım, ha? Hələ rəqsə, hər birimiz, hələ. Gəlin onları almışlarla dəvət edin. Gel
mahnı səslənəcək. Ceyran mahnısını Sumqayıt Musiqi Kollecinin xanəndəlik şöbəsinin müəllimi, Muğam televiziya müsabiqəsinin qalibi Vəliş Mirzəyev ifa edəcək. Ömrümün şən çağı bahar axşamı, ömrümün şən çağı bahar axşamı, mən səni sevmişdim, sevməmiş oğlum. İnanı bəxtinə, uyub eşqinə, könlümü vermişdim, verməmiş oğlum. Qoşa bülbüllər bağlara gələr, qoşa bülbüllər bağlara gələr, pərvanə yanmağa şamlara gələr. Sevənlər bizəh deyil qara gələr, gəlmişdim eybi yox, gəlməmiş olum. Qoşa bülbüllər bağlara gələr, pərvanə yanmağa şamlara gələr. Sevənlər bizəh deyil qara gələr, gəlmişdim, eybi yox, gəlməmiş oğlum. Sevdim səni, öz dərdimin dəvası bildim, arzumun sultanı duası bildim, səni öz dərdimin dəvası bildim. Bilmişdim eybi yox, bilməmiş olum. Ay qız sənin nə bədəndir, kəsilidir, sahillərin, həlaydır, rəqibət, üstündən basar yerlər. Ay qız sənin nə bədəndir, kəsilidir, sahillərin, həlaydır, rəqibət, üstündən basar yerlər.